Herkese selam. Uzun zamandır ki yok idim. İndi size sadece bir yumurta ile çok güzel kurabiye resepti vermeye gelmişim. Əvvəlcə bir adet yumurtamızı əlavə edirik. Daha sonra yarım stəkan şeker tozumuzu əlavə edirik. Ve bunları yaxşıca karıştırırıq. Sadece bir yumurtayla belə gözəl resept məncə heç yerdə görməmisiniz. Yaxşıca karıştırdıktan sonra üzerine bir stəkan duru yağ əlavə edirik. Bir stəkan yox, daha doğrusu yarım stəkan. Bunu da karıştırırıq. Yaxşıca karıştırdıktan sonra üzerine bir vanil ve bir kabartma əlavə edirik. Çalışın kabartmanın hamısını əlavə eləməyin. Bir çay kaşığı qədəri yeterli olacak. Ben göze yağ əlavə edeceğim. Bu kadar yeterlidir. Unumuzu ise az əlavə edərək karıştırarak istediğimiz kıvama gelene kadar əlavə edirik. Yani ələ yapışmayan bir xəmir olmalıdır. Əvvəlcə belə karıştırıram. Daha sonra unumuzu əlavə edərək əlimizlə yoğururuq xəmirimizi. Gördüğünüz kimi xəmir artıq əlimizə yapışmır. Belə gözəl kıvama geldi. Şimdi tavamızı götürək və tavamıza yerləşdirək. Kurabiyələrimizin hər birini hazırladıktan sonra mən üzərinə belə ürəklər çəkirəm. Qaşığın arxası ilə eləsə sizin üçün də daha rahat olacaq. Daha sonra içərisinə jeli əlavə edirəm və daha sonra göndəririk bişməyə. Artıq kurabiyələrimiz hazırdır. Buyurun, baxın, çox gözəl. Mən qalan biraz qalmışdı xəmirimdən. Yaşıl rəng əlavə edib belə yarpaqlar da hazırladım, daha dekorativ görünsün deyə. Dadına söz ola bilməz, dadı çox gözəl alındı. Həmçinin yəni çox sadə, sadəcə bir yumurta ilə hazırlanacaq çox gözəl kurabiyə reseptidir. Videoya buraya qədər baxdınızsa abunə olmağı unutmayın. Sağ olun.